Çox az işləri qalıb. Dostlar, sizləri Maşdağadan salamlayıram. Maşdağada əsas yola, marşrut xəttinə çox yaxın ərazidə yerləşən, qapının ağzına kimi asfaltı olan 2 mərtəbəli evlər. 2 də ədəddir. Yəni qısacası 2 ədəddir, belə qeyd edim. 2 qardaşa qismət olası evlərdir. Bu biridir, yan tərəfdə də biri. Hardasa bir həftə ərzində tam hazır vəziyyətdə alıcıya təhvil veriləcək. Yəni evdə tamamlanma işləri gedir. Kosmetika, zat, belə qapılar, belə qalıb. Bir həftə ərzində tam hazır vəziyyətdə, yəni alıcıya təhvil veriləcək. Darvaza puntdan idarə olunur. Ay maşallah. Güllü, çiçəkli, təbiət burada. Peyxo ağacı deyək. Palm ağacı da var. Palm ağacı da var. Böyüyəcək. Bu böyük bir ağac olacaq inşallah. Allah sağlık qismət olar. Kim alarsa Allah xeyrin versin. Onun böyüməyini də izləyər inşallah. Pisetkası da genişdir. Ayaq yolu da həyətdən nəzərdə tutulub. Bəh. Oksigen buradadır. Daxil olaq evə. Yerdən 6 daş kürsülüdür, döşəmə istipoldur. 1-ci mərtəbədən 2-ci mərtəbənin ara kəsməsi monolit betondur. Evin mətbəxtidir xanımlara doğma olan ərazi. Burada da sağda evin qonaq otağıdır. İşıqlı, səliqəli, geniş və 1-ci mərtəbədən yataq otağı. Evimiz 5 yataq otağından ibarətdir. 5 yataq otağı, 1 qonaq otağı, 1 mətbəxdən ibarətdir və 2 sanuzeldən ibarətdir. Burada da evin sanitar qovşağıdır 1-ci mərtəbənin. Daxil oluruq 2-ci mərtəbəyə. Qiymətini qeyd etmək istəyirəm. Qiymət şirin rəqəmdir. 165.000 manat. 165.000 manatdan satışa çıxır. Real alıcıya qiymətdə indirim olacaq. Tam hazır vəziyyətdə də alıcıya təhvil veriləcək. 2-ci mərtəbədə yataq otağı, növbəti yataq otağı, yəni 2-ci yataq otağı, 3-cü yataq otağı, balkona çıxış var yataq otağından. Bu gördüyünüzdə 2-ci mərtəbənin 4-cü yataq otağı. Burada da çıxış var balkona. Əlaqə nömrəm səhifəmdə qeyd olunub. Fikir ciddilik varsa mənimlə əlaqə saxlayın. Sanitar qovşağı 2-ci mərtəbənin. Videonu izlədiyiniz üçün təşəkkür edirəm.